Fərdi məlumatlarınız qorunurmu? Bilmək istəyirsinizsə, Tribunatı izləyin. Noyabrın 21-də xəbər portalları Dövlət Təhlükəsizlik Xidmətinin mərkəzləşdirilmiş informasiya və rəqəmsal analitika sisteminin yaradıldığını xəbər verdi. Sistemin əsasnaməsinin rəsmi veb səhifədən silinməsi haqqında şərhçi Cavid Ağa paylaşım edib. Mirasın məqsədi Dövlət Təhlükəsizlik Xidmətinin icra effektivliyini artırmaq olduğu deyilir, lakin toplanacaq məlumatların həcmi insan hüquqları və azadlıqlarına zidd ola bilər. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunun 7-ci maddəsinə əsasən dövlət orqanları informasiya ehtiyatı yaratmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məqsədə uyğunluq rəyini almalıdır. Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarının 2.10-cu maddəsinə görə fərdi məlumatlar reyestrə daxil edildikdən sonra toplanmalıdır. İstisnalar milli təhlükəsizlik və kəşfiyyat fəaliyyəti ilə əlaqəlidir. Miras digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunaraq geniş fərdi məlumatlara çıxış təmin edir. Sistemdə şəxsiyyət vəsiqəsi, pasport, yaşayış yeri, mülkiyyət, sağlamlıq, təhsil, əmək fəaliyyəti, sosial ödənişlər və digər şəxsi məlumatlar toplanacaq. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi həyata hörmət tələb edir və Avropa Məhkəməsinə görə məxfi izləmə yalnız adekvat sübutlarla əsaslandırılmalıdır. Mirasın fəaliyyəti bu prinsiplərlə uyğunlaşmaya bilər, çünki sistem geniş və müxtəlif kateqoriyalı fərdi məlumatlara real vaxtda çıxış təmin edir. Digər dövlət təcrübələri, məsələn, Estoniyanın X-Road sistemi fərdi məlumatların mərkəzləşdirilməsini əngəlləyir və şəffaflığı təmin edir. Tribunatın qənaətinə görə, miras mövcud formada fərdi məlumatların qorunmasına dair yerli və beynəlxalq normalara uyğun deyil və dövlət təhlükəsizliyi adı altında kütləvi gizli izləmə riskini yaradır. Bu isə vətəndaşların hüquqlarının pozulmasına səbəb ola bilər.